Bugün ağır cinayətlərə dair işlər üzrə məhkəmədə Şəmkir rayon icra hakimiyyətinin başçısı Aslan Aslanovun oğlu Ruslan Aslanovun qətlinə təqsirli bilinən Lamiyə Quliyeva, Vüqar Əliyev, İbrahim İsmailov və Arzu Sadıqova hökm oxundu. Xatırladaq ki, Ruslan Aslanov bu ilin may ayının 8-də qətlə yetirilib. Onun meyidi Şəmkir rayonunun Morul su arxının yaxınlığına tapılmışdı. 2 aydan yuxarı davam edən məhkəmə istintaqı dövrü müəyyən edilib ki, qətli səbəb İbrahim İsmailovla Aslan Aslanov arasında yaranan insident olub. Belə ki, icra başçısı İbrahim İsmailovun qanunsuz zəbt etdiyi sahədə tikinti işləri aparmağa mane olub. İsmailov bu barədə evdə dəfələrlə danışıb. Məsələdən hali olan İsmailovun oğlu Vüqar icra başçısından qisas almaq üçün onun oğlu Ruslan Aslanovu qətlə yetirmək qərarına gəlib. Bunun üçün Arzu Sadıqovdan bıçaq alıb nişanlısı Lamiyə Quliyeva ilə plan quraraq Ruslan Aslanova görüş təyin ediblər. Ruslan ilk bıçaq xəsarətini Lamiyə yetirib. Vüqar isə onu arxadan vurub. O və nişanlısı cinayətin izini itirmək məqsədilə meyidi Morul su arxına ataraq hadisə yerindən qaçıblar. Xatırladaq ki, proses zamanı təqsirləndirilən şəxslərdən yalnız Arzu Sadıqov özünü qismən təqsirli bilmişdi. Lamiyə Quliyeva prosesin sonuncu gününə kimi qətlin onun tərəfindən təşkil olunduğunu, Ruslan Aslanovun namusuna sataşdığına görə öldürdüyünü deyirdi. Vüqar Əliyev ötən prosesdə olan son sözündə üzünü zalda oturan Aslanovun qohumlarını tutaraq "İnanın, Ruslanı mən öldürməmişəm, bu işdən xəbərim yoxdur" demişdi. Lakin məhkəmə təqsirləndirilən şəxslərin bu ifadələrini özünü müdafiə kimi qiymətləndirərək hökmü elan etdi. Hökmün elanı zalda olan güclü haykü ilə müşahidə olundu. 228.4 maddələri təqsirli bilinir. Cinayət məcəlləsinin 120.2.1, 120.2.3, 120.2.4 maddələri ilə ömürlük azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 112 maddəsi ilə 2 il, Azərbaycan Cinayət Məcəlləsinin 170.3 maddəsi ilə 8 il. Ne oldu sen yanımda? Ne oldu sen namus? Namus masalası, namus, namus! Namus, biz namus istiyorsun şimdi. Namus o! Namus o! Namus o! Namus! 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 Səsküydən hökmü demək olar heç kim eşitmədi. Sonradan öyrəndik ki, məhkəmə İbrahim İsmailovu cinayəti bilib gizlətdiyi üçün 4 il azadlıqdan məhrum etmə cəzasına layiq görərək məhkəmə zalında həbs edib. Ləman Quliyeva 10 il, Vüqar Əliyev isə ömürlük həbs cəzasına məhkum ediliblər. Bıçaq satdığına görə 7 ay istintaq cəzaçxanasında qalan Arzu Sadıqov isə məhkəmə zalından azad olundu. Natiq Qədimov, Zeynal Zeynalov, ANS.